Quran-ı Kərimdə yeganə ayədir ki, Allah 3 dəfə vay olsun deyib. 3 dəfə deyib özdə vay olsun. Haradadır? Ayəni deyirəm sizə. Fəveylul lillezine yektubunel kitabe bi eydihim. Vay olsun o kəslərə ki, özləri yazdılar, Allaha nisbət verdilər. Öz sözlərini dedilər, Allah belə deyib. Fəveylul lillezine yektubunel kitabe bi eydihim sümme yequlun haza min indillah. Dedilər, Allah belə deyib. Liyeşteru bihi semenen qalila. Azacıq dünya maraqlarına görə. Fəveylun ləhum mimma kətəbət əydihim. Vay olsun onlara yazdıqlarına görə. Və veylun ləhum mimma yeksibun. Vay olsun onlara. 3 dəfə. Yeganə ayədir ki, bidət haqqındadır. Belə deyək də, 3 dəfə vay olsun Allah deyir. Ona görə diqqətli olsunlar qardaşlarımız. Hələ din belə deyil, elə kim nə istədi desin, əlavə eləsin. Yox, bu deyil, vallah bu deyil. Əsas yanaşın məsələyə. Belə pis çıxmasın, tip mövzusunda fikir bildirirsiniz. Məsələn, qalib bilsən ki, belə yaxşı olar müalicə olunsun. Fikir bildirirsiniz. Yox, düşünün ki, həkim müraciət edin. Fizika mövzusunda kimə müraciət edirik? Bir fizika. Amma din mövzusunda görsən, dindən məlumatı olmayan da yerdən bir söz deyir. Yox, olmasın. Bunun sahibi var Allah'tır. Biz bir həyat göndərib, diqqətli olmaq lazımdır. İmam Hüseyin nə deyir? Bir də ət baş alıb gedir. Narahatam buna.